Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın ABŞ-yə səfəri və dövlət katibi Marco Rubio ilə danışıqları Ankara ilə Vaşinqton arasında münasibətlərin yenidən istiləşməyə başladığını göstərir. Today Press xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz Facebook hesabında yazıb. Analitikin sözlərinə görə, Donald Trumpın rəhbərlik etdiyi ABŞ administrasiyası üçün Türkiyə ilə münasibətləri normallaşdırmaq və Ankaranın dəstəyini qazanmaq mühüm əhəmiyyət kəsb edir. Stat: Joseph Biden administrasiyasının dövründə Türkiyə ilə ABŞ arasında münasibətlərdə xeyli gərginlik yaranmışdı. Ancaq Türkiyənin bölgədəki əhəmiyyətli geosiyasi mövqeyini nəzərə alaraq, Trump administrasiyasının Ankaranı öz tərəfinə çəkməyə çalışması təəccüblü deyil. Çünki Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq və Cənubi Qafqaz kimi mürəkkəb regionlarda Türkiyənin dəstəyi ABŞ üçün həyati əhəmiyyət daşıyır. Digər tərəfdən Türkiyə üçün də ABŞ ilə münasibətlərin yaxşılaşması, sanksiyaların aradan qaldırılması və yenidən F-35 proqramına daxil olmaq vacibdir. Statın sonu. Analitik qeyd edib ki, Türkiyənin Avropada formalaşmaqda olan Ukraynanın təhlükəsizliyinə zəmanət verən ölkələr klubunda fəal iştirak etməsi bir çox dairələri narahat edir. Son dövrlərdə Suriyada vəziyyətin yenidən gərginləşməsi, eləcə də İstanbul meri Əkrəm İmamoğlu'nun həbsindən sonra Türkiyə daxilində müxalifətin aktivləşməsi bunun bariz nümunəsidir. Stat: Türkiyə regionda öz tarixi rolunu yenidən bərpa etmək strategiyasını ardıcıl və uğurlu şəkildə həyata keçirir. Prezident Rəcəb Tayyip Ərdoğan və komandası qarşılaşdıqları bu yeni çağırışların öhdəsindən də gələcək gücdədir. Türkiyə rəhbərliyi illərdir ki, bu bacarığını uğurla sübut edir və əminəm ki, indiki vəziyyətdən də qalib çıxacaq. Statın sonu. Ramiz Yunus bu proseslərin regionda yeni siyasi reallıqların yaranmasına gətirib çıxara biləcəyini diqqətə çatdırıb. Stat: Necə ki, İngilis siyasi və dövlət xadimi Winston Churchill deyirdi, şəraitdən istifadə etmək azdır. Onu yaratmağı bacarmaq lazımdır. Türkiyə hazırda məhz belə bir mərhələdən keçir. Statın sonu. Qiymət Mahir, Today Press.